Cümləni tamamlaya bilən fikri müəyyən edin. Bədii əsərin mövzusu müəllifin qələm aldığı hadisə haqqında gəldiyi qənaətdir. Xeyr, bu ideyadır. Biz bilirik ki, müəllifin gəldiyi qənaət bizə təlqin elədiyi fikir ideyadır. Əsərin ideyası ilə bağlı həyat hadisəsidir. Təbii ki, düzdür. Biz bilirik ki, mövzu ideya ilə bağlıdır və həyat hadisəsidir. Yəni, yazıcı tərəfindən qavranılan, dövr üçün aktual olan həyat hadisəsidir. Yalnız yarandığı dövrün hadisələri arasından seçilir. Xeyr, mövzu tarix xarakterdə daşıya bilər. Ancaq yarandığı dövrə aid olmaya da bilər. Onun formasına aid anlayışdır. Xeyr, mövzu və ideya məzmuna aid anlayışdır. Forma ilə vəhdət təşkil edir. Məhdud anlayışdır. Xeyr, məhdud anlayış deyil, geniş anlayışdır.